Hər vaxtınız xeyir olsun. Mənim saf, məsum və fədakar həmkarlarım. Bu videoda nələr etmək olar, yəni imtahan 2 ay qalmış, nələr etmək olar, nələr etmək olmaz deyə bəzi şeyləri sizlərlə bölüşməyə çalışacağım ki, inşallah iyul və sentyabr ayında 2 dənə status paylaşmağı sizə arzu edirəm. Mən Fərqanə Əliyeva 2024-cü il MİQ imtahanlarında iştirak etmişəm. İbtidai ixtisası üzrə 95 bal toplamışam. Yəni ona səbəb ola bilər bu video və videoda öyrəndiklərin, istiqamətləndirəcəklərimiz. Belə ki, iyul ayında o sizi bəyənməyənlərə hava atmaq üçün bir dənə qəşəng o balınız çıxır, onunla bağlı bir status paylaşarsınız. Biri də o inanmıraq deyir, montajdır filan, onsuz da qəbul olmaq filan, nəsə belə boş-boş yazacaqlar. Və sentyabr ayında isə ikinci statusu sinifdən paylaşmağı arzulayıram sizə. Summativlər içərisində itib batmış bir müəllim. Müəllimin bir günü, müəllimin da elə gözüm nazarlığında cəmaatın. Yaxşımı? Və hətta bilirsiniz, nə deyə bilərsiniz? Belə o kim ki əsəbləşdirir, hamına bağlayıb bir dənə onu açıq qoyursunuz statusda. Birbaşa o görsün. Gördü və salam sil. Ürəyin rahat oldu. Babını arzulayıram sizə. Zarafat və gerçəklər bir arada. Birinci məsələ, iki şəxs düşünün, A və B. A və B deməyək, Hətəmlə Əli. Gəlin, bu iki MİQ-ə hazırlaşan müəllim arasında müqayisə edək. Eyni qrupda hazırlaşır. Ümumən, fərdi tək hazırlaşmaq qətiyyən məsləhət görmürəm. Çünki tək hazırlaşanla müəllimlə hazırlaşan arasında mütləq bərabər imkanlar pozulur. Onun hazırlaşdığı müəllimin illərlə yığdığı bazası var, MİQ sualları var, mətnləri var. Bu yetmin yoxdur əlində. Çıxacaq səhvin kimdən öyrənəcək? Bəziləri deyə bilər, müəllim, mən filan şəkildə uğur qazanım. Hamı eyni ola bilməz axı. Yəni, bir nəfərin, 5 nəfərin, 100 nəfərin bu cür eləməsi, hamının da bu cür eləyə bilməsi demək deyil. Ona görə gəlin düzgün müqayisə aparaq. İki şəxs düşünün, Hətəm və Əli deyək. Hətəm nə edir? Eyni hazırlıqdadılar, eyni müəllimin yanındadılar. Canlı zamanı Hətəm daha aktivdir. Əli isə biraz ondan geridir. Sonra test müzakirəsi zamanı, məsələn, sual verirsən, tutaq ki, bir sözün hansı mənalarda işlənməyi ilə bağlı, yenə Hətəm daha aktivdir, Əli də aktivdir, amma onun, məsələn, 5 nümunəsi varsa, Əlinin 4 nümunəsi var. Düzdür? Sonra, şifahi sual cavabda yenə Hətəm daha üstündür, Əli isə ondan bir neçə addım geridir. Elmi biliklər və dərinlik məsələsində də yenə Hətəm daha üstündür, Əli ondan geridir. Amma imtahanda nə baş verir? Gəlir Əli toplayır, məsələn, 85 bal, Hətəm toplayır 75 bal. Eyni, yəni savad ölçəcək bir neçə sualı hər ikisinə versən, Hətəm səni izahı ilə bir yerdə, müqayisələ ilə, dəlili və sübutu ilə göstərər, Əli isə sadəcə belə ola bilər, hətta iki fikir arasında qalıb seçə bilər. Necə ola bilər ki, şansdırmı, bəxtdimi? Xeyr. Bu cür hallarla üzləşəndə bəxtinizə, şansınıza, qismətinizə qarğıyıb oturmayın. Bunun yolları var, bunun təhlili var, elmi əsası var. Məsələ nədir? Hətəm dərs zamanı daha çox elmini dərinləşdirməyə çalışır. Ancaq, yəni, məsələn, bir dənə amonim tapıb, gedib cici şeylər tapmağa çalışır. Yəni, çobud desəm də biraz. Gedir, lazımsız şeylərin amonimliyini tapıb. 10 dənə, məsələn, amonimlərdən frazeoloji birləşmələrdə 10 dənə, 12 dənə, 15 dənə kifayətdir. Bu gedir, 30 dənə tapır, lüğətlə yatır, lüğətlə durur. Düzdür? Və amonimlikdə də gedir, mənalı, mənasız yüzlərlə amonim tapır ki, heç o sözün digər amonim qarşılığını eşitməmiş ömrü boyu. Nəyə lazımdır bu? Bu sa nə edir? Hətəmin amonim axtardığı vaxtda Əli gedir 2 dənə artıq mətn işləyir. Bu sa deyir ki, mətn inirəm, yazım da. Bax, məsələ budur. Hətəmin gedib, deməli, feilin qrammatik məna növlərində icbarla müəllim arasında ən belə cüzi, tüc qədər fərq olan uyğunluğu, uyğunsuzluğu axtardığı vaxtda, halbuki lazım olan şeyləri bilir.
Qəzənfər Kazımovda bu var, Buludxanda bu var. Müəllimin beynin xarabil, müəllim yazıqda bilmir axı fırladır bir şey deyir. Və həmin vaxtda Hətam ora saatlarını itirdi. Əli isə neynədi? Daha çox mövzu öyrənməyə çalışdı. Yəni sənin 25 dənə sualın var. 25 sualdan 8-10 dənə mətndir. İndi sertifikasiyada çoxdur, şeydə miqdar azdır. 8-10 dənə deyək ki, sənin mətni var da, ortalama deyil. Və bunların içində təkrar da var. Tutaq ki, 6 dənə, 7 dənə mətn düşür, 1 sualın 2 dənə, 3 dənə belə də düşə bilir. 8-10 dənə mətnə aid sualın var. Və sən bu, deməli, mətn sualların öhdəsindən gəlmək üçün, yəni şərt deyil, sən məsələn, belə bir müqayisə deyək də, sən tabeli mürəkkəb cümləni olduqca dərinliyin bilə bilərsən. Nəticə budaq cümləsinə 5 dənə nümunə deyə bilərsən. Amma sən ora nəticə budaq cümləsinə və elmi müdafiəyə getmirsən. Sən ora nəyə gedirsən? Sən ora test imtahanında proqram çərçivəsində verilənləri cavablandırmağa gedirsən. Qoy tabeli mürəkkəb cümlədən yazma. Bir dənə başını vuraq. Amma 8 mətndən 6 dənəsini, 7 dənəsini götür. Bax, məsələ budur. Düzdür? Əli bunları eləyib, ağlını kullanıb, ağlını işlədib. Sonra gəlib məsələn qaydadan yenə eyni vəziyyətdə. Düzdür? Və bunların arasında bal fərqi məhz buna görə yaranır. Bax, bunu indi deyəcəyim qaydanı siz özünüz çox müşahidə eləmisiniz. Əli imtahanda da nə baş verir? Hətəm imtahana girən kimi 10 sual işləyir, 11-ci 10 suala qədər vəziyyətə bax. 10 sualdan 9 düz bu yazıb. 9 düz bu yazıb. Busa ilk 10 sualdan 7 dənə düz yazıb. Xal fərqinin kim irəlidədir? Təbii ki, Hətəm. Eynən yəni belə xoşumuza gəlməsə Qarabağın oyunu kimi. Qəşəng oynayır, məsələn 60 dəqiqə. 60 dəqiqə məsələn bir top öndədir. Və 60-dan sonra, 70-dən sonra yorulur, təmiz çökür. Rəqib komandaxı enerjilidir, balansı tam qoruya bilir, gücünü, enerjisini qoruya bilir, sona qədər mübarizə apara bilir. O da tabii 2 dənə uşaq tak vurdu, getdi və sən qalib gəldi. Məsələ kimin öndə olmağı deyil, məsələ sonda bilinir. 90 dəqiqənin sonunda, 120 dəqiqənin, 150 dəqiqənin sonunda məsələ bilinir. Aydındırmı? Baxın, indi də və nə baş verir? 10 dəqiqədə 10 sualdan 9 dənəsinə bu cavab verib ilk 10 sualda. 7 dənəsə bu. Artıq 10-cu sualda Hətəm yorulub, Əli isə 10-cu sualda yorulmayıb, enerjisini saxlayıb. Hətəm artıq yorğun beyinlə ondan sonra gələn asan suallarda belə səhv eləyəcək. Halbuki asan, bunu artıq ikisi də bilir. Əli isə orada həmin səhvləri etməyəcək. Bax, söhbət bundan gedir. Ona görə gəlir 25 dənədən, məsələn 18 dənə bu yazır, Əli isə yazır, tutaq ki, 23 dənə. Bax, fərq buna görədir. Yəni, şərt qaydada, sintaksdə, morfologiyada, feildə, leksikada kimin daha üstün olmağı deyil. Məsələ, əsas fərq, əsas lazım olan nəticə kimin 25 sualdan daha çox yazmasıdır. Bəs sana bitdi, getdi. İmtahanda necə olur? Məsələn, biri Azərbaycan uşağın qəşəng bilir, digərsə Azərbaycan da orta bilir, riyaziyyat ingilisdir. Hər üç fəndən yazdığı üçün biri məsələn buraxılışda yığır 270, tutaq ki 50 bal. Yaxşı Azərbaycanı bilən o biri fənləri heç bilmədiyi üçün gəlir yığır məsələn 150 bal. Niyə? Çünki bir fənni, bir istiqamət daha yaxşı bilməyə şərt deyil, hər tərəfdən bilmək lazımdır. Bax, bu əsas məsələmizdir. İkinci bir məsələ qayda əzbərləmək deyil. Yəni qayda əzbərləyib tətbiq eləmək yox, tətbiq elədiklərini qaydaya çevirmək lazımdır. Ona görə əzbərçi olan adamdan müəllim olmayacaq. Ola bilər, yaxşı ədəbiyyat müəllimi ola bilərsən, o da artıq təhlillər, ədəbiyyat müəllimi heç olmayacaq. Yəni, tarix müəllimi deməli, çünki orada da müqayisə var, nəticə var. Ona görə əzbərçi adamdan, sadəcə əzbərçilik, bildikləri əzbərdən ibarət ola bilən, təhlil apara bilməyən, analiz edə bilməyən bir adam, yəni müəllim olmayacaq. Yəni, bunu mən bəri başdan deyim. Bax, məsələn, mən yazıram bura, tutaq ki, çox bəsit nümunələr qoyuram. Düzgün, düzgünlük. 2 dənə nümunə yazdım bura. Baxın, bu nümunələr arasında, bax, düzgün nədən yaranıb? Feildən. Düzdür? Düzgünlük nədən yaranıb? Düz feil, düzgün, düzgünlük. Düz feilini yaranan düzgün sifəti, bu da düzgünlük ismi. Düzdür? Sonra yaranan leksikon əvvələ baxıram, sifət. Bu yaranıb sifətdən, olub sonda isim, kökdə də nədir? Feil. Düzdür? İndi sən bu iki qaydanı yazdın mı? İndi burada nə etməlisən? Düzgün sözü feildən düzəldi oldu sifət.
Düzgünlüyü isə düzəldi, sifətdən düzəldi. Olduğu deməli isim. İkisinin də kökü düz feilidirmi? Düz feildir. Bu sözlər bir-birinə eyni köklüdürmü? Eyni köklüdür. İndi eyni köklü sözlərdən biri feildən düzəlib, digəri isə sifətdən düzəlib. Düzdürmü? Düzdür. Kökündən danışmıram, amma düzəlibdən danışıram. Biri feildən düzəlib, biri isə sifətdən düzəlib. Bu o deməkdir ki, eyni köklü sözlər fərqli nitq hissələrindən düzələ bilər. Bu, kökləri fərqli nitq hissələri demək deyil. Fərqli nitq hissələrindən feildən və sifətdən, fərqli nitq hissələrindən düzələ bilər. İndi sənə bunu təqdim eləmirəm, deyirəm ki, yazıram qayda olaraq, eyni köklü sözlərlə bağlı uyğunluğu müəyyən edin, eyni köklü sözlər fərqli nitq hissələrindən düzələ bilər. Bunu qayda olaraq görəndə artıq sənə tam olaraq aydın çatdı. Amma sən bunu, bu tip şeyləri görəndə, onu qeyd dəftərinə əlavə eləyəndə qayda kimi qaydalaşdırıb yazanda daha qəşəng öyrənmiş olacaqsan. Yəni yarım saatlıq bir izah videosunu, yəni hansısa bir müəllimlə hazırsan, yarım saatlıq izah videosunu sən yarım saat, hətta sürəti azaldıb 15-20 dəqiqə dinləyirsənsə, o videodan bir şey olmaz, o dərsdən bir şey olmaz. Söhbət yəni yüklü bir elmi materialı bol olan bir dərsdən gedir. Elə ancaq caziyədən, lığlışdan ibarət dərsdən demirəm. Yəni elmi yükü qəşəng, tutumlu, məzmunlu, yəni bol bir dərsdən söhbət gedir. Ağır bir dərsdən söhbət gedir. O dərsən yarım saata dinləyə bilməzsən. Sən onu dinləməzsən 2 saat izahla, cümlə bə cümlə, söz bə söz onu analiz eləyərək, təhlil eləyərək, qeyd dəftərinə yazdığı müəllimin praktik şeyləri çevirərək yazmağa. Məsələn, tutaq ki, yazıram bura, tutaq ki, deyirəm ki, eyni sözdən, məsələn, eyni köklü sözlər bir-birinə anonim ola bilər. Gəl o sözü tap. Bu vəziyyətdənsə, elə qarşına söz çıxır da, tutaq, görüş sözü. Görüş. Görüş ismi nədən yarandı? Gör feilindən. Görüş. Görüşmək feili nədən yarandı? Gördən, düzdür? Deməli, eyni gör feilindən həm görüş ismi yarandı, həm də görüşmək feili yarandı. Deməli, eyni köklü sözlər fərqli nitq hissələri ola bilər. Eyni köklü sözlər fərqli nitq hissələrindən düzələ bilər. Eyni köklü sözlər bir-biri ilə anonim ola bilər. 3 dənə qayda çıxartdım. Gördünüz? Amma mən onu qayda olaraq təqdim edəsəm, deyəcəm ki, ay da bu nədir? Bu qaydaları hardan oxuyaq? Biz necə eləyək? Yaza bilməyəcəyik imtahanda. Bax, belə eləmək olmaz. Yəni, düzgün analizlə, təhlillə işləmək tamam başqa şeydir. Keçən dəfə ağıllının biri İsmail şey olub ki, Natiq mənim videolar çox uzadır. Yəni, bunu ibtidai müəllimi desə, deyərəm ki, doğrudan biraz bəzi şeylər onun üçün ağır ola bilər də bizim dərslərdə. Amma bir filoloq necə deyə bilər ki, uzadır? Sevinmirsən, uzadır. Sən qısa yerinə bax da. Uzadır. Bir dənə lıq haqqında 20 dəqiqə danışmıram ki, informasiyanı çox verirəm də. Yəni, amonimdir. Amonim haqqında nümunəni çox verirəm. İnformasiyanı çox verirəm ki, azına qulaq as da. Uzadırsan, qısalt. Rüstəm, bu qədər bəsitdir. Məntiqə bax. Daha doğrusu məntiqsiz deyə. Növbəti bir məsələ mətnlər. Yəni, bilirsiniz ki, sizin minimal 8 dənə mətniniz var. Və bu mətnlərin öhdəsindən gəlmək üçün orada da təbii ki, nə lazımdır? Sürət lazımdır, diqqət lazımdır, düzgün analiz lazımdır. Hər faktı, adi bir durğunun belə əhəmiyyətini, önəmini düşünməlisiniz. Necə deyirlər, ciddiyə almalısınız. Hər bir durğunun belə orada bir mənası var. Necə ki, sən dil qaydasına zaman ayırırsan, tutaq ki, feilin qrammatik məna növlərinə böyük bir zaman ayırırsan. Məsələn, sən gündə ixtisasa 4 saat vaxt sərf edirsənsə, 4 saat. Düzdür? Bu 4 saatın içində ixtisas sərf edin zaman. Yəni, siz belə düşünün də, sizin ixtisasınız budur. Dil qaydaları, fənn olaraq bölmürəm. Dil qaydaları, mətnlər, sonra ədəbiyyat, ədəbiyyatda da belə böləkdə, əsərlər, hələ orada nəzəriyyə bölünür, gedir. Düzdür, nəzəriyyə, indi orada da təhlillər, müqayisə və s. da uzanır, gedir. Hələ ədəbiyyatda da mətn var. İndi bir düşün, sən 4 saat ancaq qaydaya sərf edirsənsə, parturlar. Yəni 4 saatda ən azından 1 saatı ayırmalısan hər gün mətnlərinə, hər gün. Və yeri gəlmişkən, onu qeyd eləmədən keçməyim, bu videonun altına
bu videonun altına link qoyuruq. Ayşə müəllimə 5 dənə qəşəng mətn hazırlayıb. Həmin mətnləri girin, işləyin. Sonra izahını da paylaşacağıq. İzahına girib baxa bilərsiniz. Mütləq aşağıda link var. Həmin linkin üzərinə tıklayırsınız. Yeri gəlmişkən kanalda tıklayırsınız. Növbəti videomuzu müəllimlərlə bağlı bundan sonra çox video gələcək inşallah. Həmin videoları izləmək üçün deməli abunə olun ki, bildirir sizə gəlsin. Həmin deməli linkdən girib sınaqları işləyirsiniz və eyni zamanda onu da qeyd edeyim ki, bizim inşallah bir neçə günə sınaqlar qrupumuz açılacaq, daha doğrusu sürət qrupu açılacaq və orada əsas məsələ həftədə 5 dəfə canlı açmaq. Bu reklam cümləsi deyil. Bu 5 dəfə canlı mən ona görə eləyirəm ki, 5 dəfə canlı nəzarətim altında olsun. Çünki hamını bir araya qoşmaq olmur. Bu dəfə 50 nəfər qoşur, gələn də başqa 50 nəfər qoşulacaq. Bu şəkildə davamlı məcburən oxuyanı da, oxumayanı da hamını oxutmaqdır. Çox yaxşı oxuyanı həvəsdən salmamaq üçün, lap zəif oxuyanı məsuliyyətsizdə biraz həvəsləndirmək məqsəd daşıyır. Çünki bəziləri biz əsasən belə qurmuşuq hal-hazırda istiqamət. 5 dəfə canlı paralel hər gündə onluq sınaqlar. Hər gün onluq sınaq. İndi təsəvvür elə ki, hər gün 10 dənə sual işləyirsən. Səhvin çıxdı harda? Zərfdə, feildə, bir dənə də səhvin çıxdı əvəzlikdə. Hər üç mövzu düzdür. Həmin mövzuların da izahı var. Açırsan, izahına baxırsan. Hətta harada səhvin çıxsa birbaşa ora baxırsan. Həm testin izahına baxa bilirsən, həmçinin mövzunun aşağıda peşəkar, ətraflı, geniş şəkildə çəkilmiş izahına baxa bilirsən. Yəni 60 gündür dişinizi sıxın, qəşəng hazırlaşın, gedin istəyiniz balı toplayın da. Yəni ildə 10 gün. Yəni sizə elə gəlməsin, mən müəlliməm də, onsuz da yox. Universitetdə qala öyrənənlərin heç nə apartulla mən müəllimlərin üstündə deməli tələbələrə biraz sual-cavab verədim. Baxdım ki, 8-ci siniflər vəziyyətinin 8-ci siniflərdə nə zəifdirlər. Bərbad. Özləri pərt oldular. Ona görə siz yəni fikirləşməyin. Yəni sənəd üzərində deyil də hər şey artıq orada sənəd keçmir. Orada sübut keçir. Sənin sənədində nə bilim 560 bal yazılıb, sənədində Bakı dövlətinin məzunu yazılıb. Bu məsələyə dəxli yoxdur. Əsas məsələ sənin orada o suallara verəcəyin cavab və yekundakı bal. Ekranda görünən baldır önəmli. O balın nə tər yığımsan, önəmi yoxdur. Yəni qaliblər müzakirə olunmurlar. Qutardı getdi. Və dediyim kimi biz ancaq gücü vermişik mətnlərə, hal-hazırda canlılara 5 dəfə canlı, açıq sualdır, testi, hardan gəldi işlədirəm, hər yerdən. Fərq yoxdur, fərqli kurslardan, fərqli müəlliflərdən, yəni baxıram samballı da, qəşəng testi işlədirəm. Həm də burada məqsəd odur ki, gələn adam tək mənim üslubuma öyrəşməsin. Bu şeydən qorxuram. Tək mənim üslubuma, mənim testlərimə öyrəşirsə, sabah gedir, axı orada mən hazırlamıram sualı, həm də bir müəllif hazırlamır. Orada da onlarca adam hazırlayır, hərəsinə bir sual, 2 sual götürülür. Düzdür? Hamının üslubu fərqli. Deməli, bu adam hazırlaşandan fərqli üslublar görməlidir ki, imtahanda fərqli üslublar görəndə da ondan qorxmasın. Ona görə, yəni hal-hazırda biz gedişatı bunun üzərində qurmuşuq. İbtidailər üçün də eynidir, filoloqlar üçün də eynidir. Canlıları həm mən açıram, həm də Ayşə müəllimə. 2 dəfə tutaq ki, Ayşə müəllimə açır, 3 dəfə mən açıram. Ədəbiyyat canlı tamamilə Ayşə müəllimə aiddir. Azərbaycan eynən. Filoloq tutaq ki, canlıların çoxu mənə aiddir. Ayşə müəllimə arada kömək edir materiallarla filan, həmçinin qrupa materiallarla kömək, daha çox indi o hal-hazırda ədəbiyyat üzərində işləyir, bir də ibtidailərə kömək edir. Eyni zamanda sual-cavabda da filoloqlara da bizə köməklik edir. Belə, yəni 60 gün yatdı yoxdur, gecə gündüz çalışmaq və sonunda uğur qazanmaq. Yəni bu qrup sırf nəticə almaq istəyənlərin, yaxşıların, yəni o seçilmişlərin qrupudur. Yəni sənə sıradan bir şey gəlməsin. Sən bu qrupa qoşul, əmin ol ki, inşallah nəticən də olacaq. Qoşulmaq üçün də 070 882 18 83. Filoloqun 055 597 0151 də ibtidailərin nömrəsidir. Belə. Və burada nə qaldı? Hə, bir də müəllimlər, bir şey də qeyd edeyim ki, bəzən elədikləri müəllimlərin çoxunun elədiyi xətalardan biri də nədir? Məsələn, kurikuluma gündə zaman ayırır, hər gün 2 saat, hər gün 2 saat canlıdır. Nə varırsın canlıda 2 gün? 2 gün nə canlı, nə edirsən sən o canlıda? 2 gün canlı, təsəvvür bir dənə müqayisəyə baxın. 2 nəfər düşün, Pakizəndə Şükufə, ikisi də hazırlaşır. Biri götürür bir dənə kitab oxuyur, yazır 14 dənə. Düzdür? Özü oxuyur, yazır 14 dənə. Bir də Pakizlər gedir hər gün canlıya, şərtad da, yəni burada sırf niyyətimi etkəsi, tam sən bilirəm. Hə, birinci müəllim də gedir, nə edir? Hər gün qoşulduğu X müəllimin tutaq ki, canlılarında yatır.
bütün günü canlıdadır. Düzdür, andıra qalmış taksonomiyada bezdirdi, öldürdü ki, nə var burada? Və nə olur? Gəlir 15 sənədə bu yazır. Elə bir sualdan ötürü. Bir sualdan ötürü də o boyda haqq hesab zülüm. Və sonda sən kurikulum imtahanı vermirsən ki. Yəni gəlir ixtisasdan, bu adam özü oxuyur, bax gücü verib ixtisasdan. Bu adam ixtisası daha yaxşı yazır, çox yazır. Düzdür? Bu isə ixtisası ondan az yazır. Yekun balda tutaq ki, ikincinin olur tutaq ki 90 balı, birincinin olur 78 bal. Bax bu, fərq budur. Yəni məsələ odur ki, mən hardan çalışım, nə edeyim ki, daha çox qabağa düşüm, daha çox nəticə əldə edə bilim. Belə, məncə bir də bəzi şeylər deyim, bəzi şeylər qeyd edeyim. Bəzən deməli müəllimlərdə qəribə bir fikir yaradırlar ki, sən müəllimsən, niyə gedib müəllimlə hazırlaşasan? Birincisi, sən niyə hazırlaşırsan, müəllim deyilsən. Müəllim namizədsən. Düzdür? Müəllimlik oxumusan, müəllim olmaq istəyirsən. Burada ayıb bir şey yoxdur. Və hazırlaşdığın adam, əgər tutaq ki, ibtidai sinif müəllimisən, gedib ibtidai sinif müəllimi ilə hazırlaşırsan, biraz hardasa da qəribə görünə bilər. Yəni, mən ibtidai sinif müəllimi olsam, gedib kimlə hazırlaşaram? Filoloqla hazırlaşaram ki, bu lazım olan dərinliyə inə bilir də. Bu ibtidaidir, bu bilinir ki, bu limitlidir. Bu bir yerə qədərdir. Bu ancaq oradan-buradan öyrəndikləridir bunda. Özündə o yoxdur axı. Ancaq oradan-buradan sadəcə çox yerdən götürüb, sadəcə hər yerdən götürdüyün özünkü kimi təqdim edir və kütlə də elə bilir ki, bu bunu bilir. Xeyr, o onu bilmir. O sadəcə əzbərlədir. 5-10, yəni depoya biraz məhsul yığıb, o məhsulları çıxarır, işlədir. Sonra istehsalçı deyil də, sonra onlardan gətirə bilmir. Filoloq isə istehsalçıdır. Yəni Allah bunu bunun üçün yaradıb. Yəni bitdi torbasından, yenisini istehsal edir, təqdim edir. Yəni testini də özü yaza bilir, mətnini də özü yaza bilir, lazım olan hər bir şeyi özü eləyə bilir. Amma ibtidaidə o şeylər limitlidir. Aydınmı? Yəni və sənin bir müəllimlə, bir mütəxəssislə hazırlaşmağında qəbahət bir şey yoxdur. Məsələn, bizim 15-20 min qruplarımızda müəllim olub. Yəni indiyə qədər də, bir ildə yox. 15-20 mindən çox müəllimə dərs demişik. Və artıq onlarda o fikir formalaşıb. Məsələn, mən məktəbdə işləməmişəm. Yəni mənim işim yalnız və yalnız müəllim hazırlamaq olur. Bu son illərdə müəyyən qədər abituriyent olub. Yəni bütün gücümüzlə həm mən, həm Ayşə müəllimə, komanda şəklində görünməyən adamlar da var arxa planda. Və biz maksimum gücümüzlə ancaq MİQ hazırlıq keçmişik, sertifikasiya hazırlıq keçmişik və sənin qarşındakı sıradan, nə bilim, sadəcə toplu səviyyəsində bir insan deyil, sənin qarşındakı bir mütəxəssisdir, öz sahəsini bilir. Ona görə burada yəni utanacaq, çəkinəcək bir şey yoxdur. Belə də ki, pis çıxmasın. Pul sən, Allah yoldaşının cibini dolu eləsin. Belə pul sən, can sən, həyat sən. Yaxşı edirsən, hazırlaşırsan, kimə nə dəxli var bunun? Ona görə bunu eyib bilməyin özünüzə. Heç kim bunu sizə əksiliyi görə bilməz və nəticə yığanlarında 90% demək olar ki, hamısı, yəni əksəriyyəti, məsələn, 96.2 bal yığıb Həcər müəllimə. Bizdə hazırlaşmır. Aytac 60-ın 60 vaxtında bizdə hazırlaşıb. Heç kim özü hazırlaşıb, yeri bu nəticəni toplaya bilmir. Yəni, sənə kim ki deyir, özün hazırlaş filan. And ol Allaha adam yəni, nümunəsi, adı, soyadı gözümün qabağındadır. Hazırlaşıb, gidib ixtisasını 100% yazıb. Facebook qruplarında yazır ki, bəs şeydir, özünüz hazırlaşın, nə edirsiniz? Yəni, kimlərinsə elə boş iddialarına, fikirlərinə özünüzü qurban verməyin. Alınmır. Belə də ki, məsələn, mən ingilis dili öyrənmək üçün hansı bir müəllimə müraciət eləməsəm, özüm tənbəllik edirəm. Hansı bir müəllimə müraciət eləməsəm, öyrənə bilmərəm. Yəni, mən başım üstündə durmalıdır müəllim, öyrətməlidir, tələb eləməlidir, bilmədiyimi soruşmalı. Bu doğrudur, getdi. Yəni, burada ayıb bir şey yoxdur. Tam olaraq rahat hazırlaşa bilərsin. Belə. Biz də bu son ayları sizə maksimum kömək edə bilərik. Həm ibtidailərə, həm də filoloqlara ki, inşallah imtahanda uğur qazanasın. Və əmin olun ki, əminliklə deyirəm ki, sən qrupa gəlib hazırlaşandan sonra istənilən bir dərsin izahında deyəcəksən ki, həm dərsən, həm testdə deyəcəksən ki, mən burada nələrsə öyrəndim. Mən burada çox şey öyrəndim. Nələrsə yox, çox şey. Yəni, sənin bilmədiyin bir şey ola bilməz. Mümkün deyil. Daha doğrusu, mütləq sən öyrənəcəyin bir şey ola bilər orada. Mütləq. Ola bilməz ki, sən gəlib bizim zərf dərsimizi izləyəsən, sən əvəzi dərsini izləyəsən, sən tabeli mürəkkəb cümləni izləyəsən, deyəsən ki, mən bunu bilmirdim. Sən Ayşə müəllimə İblis əsərdir, hansı əsərdir ayala? İblis idi.
İblis olsun, anamın kitabı olsun, səsli qız olsun, adam neçə videolar hazırlayıb, hissə videolar hazırlayıb və videonun da sonunda deyir ki, bu gün səs atıb lap özüm əsəbləşdim. Nə edir? Deyir, mən deyir hər məsələn əsərin təhlilinə aid məsələn 4 dənə, 3 dənə video atmışam. İndi fikirləşirəm ki, kimsə tənbəllik edib onun hamısına baxmaq istəmir. Onun hamısını ümumləşdirən qısa konspektlərdə göndərirəm ki, qoy buna baxsın, bunu da oxusun. Daha yaxşı yadında qalsın. Bunu eləmirlər, vallahi eləmirlər. Həm suallara cavab verir, həm deməli testlər göndər, həm əsər videosunu ver, həm də əsərə aid konspektlər ver. Üstəgəl ədəbiyyatdan da möhtəşəm bir kitab ortaya qoyub ki, yəni o kitabı oxu elə sənə bəs eləyir. Yəni belə bu şeylər yoxdur. Yəni 40-50 manata vallahi belə şeylər yoxdur. Yəni çox böyük üstünlüklər. Sadəcə oxuyan adam lazımdır, yəni öyrənən adam lazımdır. Hodri meydan, bazar, götür apar, öyrən. Yəni, öyrəndiyin sən heç kim əlindən ala bilməz. Belə, bu qədər. Biraz çox danışmış ola bilərəm. Hamınıza uğurlar arzulayıram. Sağ olun.